Bagaja qum qoyanda saxlayıb cərimə yaza bilərmi? Bu da məsələn sui-istifadə aldısa siz artı çəki vurub avtomobilin belə görünüşünü dəyişmək istəyirsinizsə görüntüsünü, ona görə cərimə varmı? Yenə deyirəm, buna görə Əslində bir şey yazılmır. Yük daşıma qaydaları olacaq da, yəni. Davamlı olaraq məsələn kimsə orada yük vurur ki, avtomobilin Vaz 2007-dir. Önü qabağa olsun, arxası aşağı. İndi mən deyim ki, yol polisi buna cərimə yaza bilməz və yaxud ancaq 40 manat cərimə yazacaq. Biraz düzgün çıxmayacaq. Niyə? Çünki 40 manat cəriməni yazacaq, deyəcək ki, get, sən də gəl rahat şəkildə təzədən eyni qaydada və sənə digər sürücülər baxacaq, eyni qaydada qayda pozacaqlar. Bəli. Yol polisi əslində bu cür qayda pozanları tənbih məqsədi ilə saxlayır, aparır cərimə meydançasına, profilaktik söhbət etmə, eləmə, sən pis nümunəsən digər sürücülər üçün. Bu nə edir? Adamın vaxtı, zamanı gedir. Və bunu bir də təkrarlamır da yəni.